Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 12 iyun 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. Hələ də təəssüf ki, yazanlar var ki, aylıq proqnozlar, mənim iyun ayında nə gözləyir? Bunların hamısı bizim kanalımızda var. Bürclərin iyun proqnozu 2025. Yazırsınız, şəklimi də verirəm ki, yəni başqalarından səhv salmayasınız, buyurub baxa bilərsiniz. Və bir də bildirim ki, yenə də bəlkə də məlumatı olmayanlar, TikTokda olanlar bizim bürclərin proqnozlarını paylaşırlar. Amma bir daha bildirirəm ki, artıq bu günlərdə, sabah yəqin ki, bugün çatmaram, sabah yenə də kiber cinayətkarlığa qarşı mübarizə idarəsinə rəsmi ərizə yazacağam. Dostlar, tanışlar kim TikTokda görüb hansı səhifədir, kimindir, onların hamısını mənə o skrin eləyib, kopyalayıb, nüsxələyib mənə göndəriblər. Onların hamısını həmişə olduğu kimi aparacam. Sonra yenə mənə yalvaracaqlar ki, sən Allah bizi cərimə eləyiblər filan, tapmağa nə var ki onları. Belə, indiyə qədər bəlkə də 100-ə yaxın belə səhifələr olur. Mən TikTokda yoxam, olmaq fikrim də yoxdur, görünmək fikrim də yoxdur. Yəni mənim çıxışlarımı, kimsə bəlkə müsahibələr, nəsə bir şey, yanaşanlar olur TikTokerlər, nəsə açıqlamalılar. Bu başqa məsələ. Amma mənim özüm öz çıxışımı sırf TikTok üçün çıxış eləmirəm. Bunu bir dəfəlik bilsinlər. Sonra inciməsinlər. 2 uşağım var, ay nə bilim, anam xəstədir, mənə cərmələyiblər, filan eləyiblər. Eləməyin, cərmələməsinlər. Mənim haqqımı niyə uğurluyursunuz? Ona görə mən bəri başdan deyirəm. Sabah artıq sizin o skrin elədiyim, xüsusən də mənim şəklim, mən çıxış eləyəndə onu skrin eləyib göndəriblər mənə. Onların hamısını aparıb yenə verəcəm, rəsmi ərizəni də verəcəm. O 2 dəqiqəlik şeydir. Hər halda indi nəyimiz olmasa da hörmətimiz, izzətimiz aşağı deyil. Bu olacaq. Sonra bəri başdan deyirəm. Sonra mən bağışlamıram sizə. Mənim haqqımı tapdalayıb, müəllif hüququmu pozub, oğurluq eləyib və ondan pul qazanmaq istəyirəm. Mən burada təmənnasız xidmət edirəm, amma siz götürürsünüz. TikTok platforması mənlik deyil. Ona görə orada görünmək istəmirəm. Hansısa YouTube kanalı çağırır, buyursun. Gəlib müsahibə verərəm, danışaram. Necə ki, dəvət eləyəndə ciddi mövzudursa, gedib danışıram. Ona görə TikTokda olanlar, mən ayrıca da çıxış eləmişəm bir neçə dəfə. 3 ay, 4 ay gözlədim. Bu dəfə biraz çox gözlədim. Ona görə artıblar. Hər yerdə bürcləri götürüb, bir-bir götürüb oraya qoyurlar. Bundan siz nə qazanacaqsınız? Elə bilirsiniz, halallıq vermirəm mən. Bir daha deyirəm. Oğurluğu ümumiyyətlə halallıq vermirəm. Vaxtilə qəzetlərdə mənim proqnozlarımı oxuyub bir radio var idi. O da götürürdüm, çıxan gündəlik çıxan proqnozları oxuyurdu. Ona görə hamısını məhkəməyə verdim. Hamısını mən o şeydə çox sərtəm. Ona görə bəri başdan deyirəm. TikTokda, sağ olsun izləyicilərimizin də çoxu göndərib mənə. TikTokda kim varsa onlara çatdırın ki, bax, sonra deməsinlər. Gəlib, yekə kişidir, qadın kimi ağlayır. Eləsi var, bilmədən eləyib, eləsi var, dərhal silir. Özünüz bilin. Yəni, artıq bu iş şikayət olunacaq. Sabah gedib onun ərizəsini verəcəm. Özünüz bilin, məndən günah getdi. Bugün maraqlı gündür, bugün belə deyim, sevincli gündür. Daha çox münasibətlərin düzəlməsinə fikir vermək lazımdır. Xüsusən də iş müstəvisində, fəaliyyət müstəvisində, biznes, ortaqlıq müstəvisində münasibətləri yaxşılaşdırmaq lazımdır. Sonra bugün riskə getmək olmaz. Risk günü deyil bugün. Bunların öhdəsindən gəlsəz, günün özü yaxşı axarla gedəcək. Ayrı-ayrı zodiak işarələrində təbii ki, fərqli proqnozlar da ola bilər. Ona görə onu da sizə çatdırıram. Qoç bürcü. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxa bilər. Ulduzlar əsəblərinizi qorunmağı, ümumiyyətlə maksimum ehtiyat olmağı məsləhət görür. Bu yəqin ki, mənə də aiddir da. TikTokda götürüb haqqımızı oğurlayıb bürclərimizi verirlər, bizdən xəbərsiz güya də əsəbləşirik. Amma hüquqi yolla bunu həll eləyəcəyik inşallah. Boğa bürcü. Sizin üçün böyük əhəmiyyət kəsb edən şanslar çoxdur. Bu baxımdan günün birinci yarısında qarşınıza çıxan fürsətlərdən əməlli başlı faydalana bilərsiniz. Göy qübbəsi bəxtinizin gətirəcəyini bildirir. Əkizlər bürcü. Bugün sizə qarşı təzyiqlər arta bilər.
Bu səbəbdən də hər bir addımda tədbirli olmağa çalışın. Hər dedikoduya reaksiya verməyin. Etibarına əmin olmadığınız adamlarla iş görməyin. Xərçəng bürcü. İşgüzar sövdələşmələrinizi sürətləndirin. Saat 13-16 arası, yəni 1-4 arası iştirakçısı olduğunuz hər bir danışıq xeyrinizə yönələcək. Qalan müddətdə isə adi işlərlə məşğul olmağınız daha yaxşıdır. Şir bürcü. Bugün hər hansı riskə getmək yol verilməzdir. Belə ki, istənilən addımınız maneələrlə üzləşdiyindən buna səy də göstərməməlisiniz. Yeni təkliflərə belə tələsik razılıq verməyin. Qız bürcü. Şəxsi büdcənizdə müəyyən artımlar gözlənilsə də, bu təqvimdə mübahisəsiz keçinməyəcəksiniz. Həmkarlarınızla soyuqlaşma ola bilər. Girişdə bunu dedim, qarşısını almalısınız. O necə deyirlər, bugün ümumiyyətlə hər kəs dinç yanaşı yaşamaq prinsipinə riayət eləməlidir. Tərəzi bürcü. Uğurlu gün hesab etmək olar. Fəaliyyətlə bağlı nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətini reallaşdıracaqsınız. Nahardan sonra sevindirici xəbərlər də gözlənilir. Əqrəb bürcü. Yeni təkliflər alacağınız gözlənilir. Lakin qəti addım atmazdan qabaq yaxşı-yaxşı götür-qoy etməlisiniz. Gün ərzində əzmkarlığınızı artırmaqla bir neçə sürprizin şahid ola bilərsiniz. Oxatan bürcü. Tabeçiliyində fəaliyyət göstərdiyiniz rəhbərlərlə, həmçinin həmkarlarınızla münasibətləri mülayimləşdirin. Bu, gələcək perspektivlərinizin reallaşmasında əhəmiyyətli rol oynaya bilər. Oğlaq bürcü. İxtiyarınızda olan bu təqvim daha çox uğurlar vəd edir. Amma qarşılıqlı münasibətlərdə güzəştə getməyi də bacarmalısınız. İndiki məqamda zorakılıq bilirsiniz ki, heç bir effekt vermir, xüsusən də Azərbaycan kimi bir məmləkətdə. Sıravi adamların zorakılığından gedirik, yuxarılarda onsuz da ayrı variant yoxdur. Su tökən bürcü. Təxminən saat 12-yə qədər əsəblərinizi cilovlamağınız məsləhət görülür. Yoxsa götürdüyünüz öhdəlikləri başa çatdıra bilməyəcəksiniz. Nahardan sonra varlanma ehtimalınız var. Balıqlar bürcü. Olsa pulla bağlı sevinəcəksiniz bugün. Digər işlərdə isə elə bir aktivlik yoxdur. Son vaxtlar qərarlarınızdakı yanlışlıq sizə baş ağrısı verməkdədir. Bunun qarşısını alın. Əgər bir çətinliyiniz olarsa, məsləhətləşməkdən çəkinməyin. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.